Dayan Məryəm, hara gedirsən? Dənizə gedirəm, nə olub ki? Bax Məryəm, orada kişilər qadınların çılpaq bədənlərini görürlər. Səncə bu düzgündür? Bura çimərlikdir axı. Burada hamı o cür olur. Sənin evinə qonaq gəlsə, sən çimərlikdə geyindiyin flaklarla qonağı qarşılayardın? Təbii ki, yox. Əgər bu geyim evə gələn adamın qarşısında geyinmək ayıbdırsa, burada niyə ayıb olmur? Haqlısan bacı, bunu o qədər adiləşdiriblər ki, insanlar buna adi gözlə baxır artıq. Əgər bir kişi bilirsə, mənim yoldaşımın, qızımın çılpaq bədəninə hamı baxacaqsa, necə razı olur buna? Bəli, buna hər kişi razı olmaz. Lap kişini qoyaq qırağa qadın öz bədənini görsətməklə. Onu dəyərli etmir, dəyərdən salır. İnsan özünə hörmət etməsə, heç kəs ona hörmət etməz. Bəli, doğrudur. Gördün o kişi necə baxırdı o qıza. Bunun əri ya atasıya qarşı varsa necə bunu qəbul edirlər bilmirəm. Bəli, çox təəssüf doğru.